Здравствуйте. Welcome, Aslan. Amma yəni bu gün mən ilan supu yeməsəm günə başlayamayacağam. Bu ya yox deməkdir, ya da ki başın xarabdır sənin. Gedib başını sığalayacaqdım. Elə bir uşaqdır gedib başını sığalayacaqdım. 10 dəfə ucuz olar həqiqətən. Miami'dən 10 dəfə ucuz olar buradakı qiymətlər. Ağlayır bu. Niyə belə dayanır? Money? Yes, yes. Cash dollar? Masa. Azərbaycanlılar basıblar Vietnam. Salamlar. Bir daha salamlar. Hardayam? Bugün də Vietnamdayam. Vietnamın Nha Trang şəhərindəyəm. Niyə Trang şəhərindəyəm onu bilmirəm. Vietnamın Nha Trang şəhərindəyəm. Bura mənə ilk baxışdan, hələ bu qaldığım yerdən çıxdım. Gedək indi qəşəng sahilin plan 5 milyon göstərəcəm. Oralarda biləsiniz ki, nəyə görə bura Nha Trang şəhəri məşhurdur. Niyə Trang şəhəri məşhurdur? Bu zarafatı mən sənə qeyd edəcəm. Nha Trang şəhəri, Nha Trang şəhəri. Gedək, əvvəlcə amma neyək? Əvvəlcə təbii ki, yeməyə bir şeylər tapaq. Bu ucuz, gözəl ölkədə onsuz da yemək tapmaq çox asan məsələ olur. Çox. Bura, Nha Trang da yəni konkret Phuketdə yazdığı yer deyildi. Bura elə bir Taylandın Rusiyasıdır. Nha Trang da bu Vietnamın Rusiyasıdır. Hər yerdə Rusça yazılar falan. Görürsünüz. Aman Allah'ım, her yerde Rusça, her yerde. Здравствуйте. Welcome, Aslan. Özü ben burada belə yazdırar sividini soxurda, yəni elə bir bəs ki, ay nədir, niyə özünü şey eləyirsən? Elə fikirləşir ki, yəni bura gələn hamı Rusdur. Burada ilan supu var, kobra supu. Kobra supu var burada ama baha deyil kardeş. 100, 110, 120, neçədir? 130-140 manat. Rahat. Bir gün burada da şey var, spağa var. Yəni bir gündə şey yeməyək, nə olacaq ki, ölmərik. Bir gündə ilan supu yeməyək, nə olar? Amma yəni bu gün mən ilan supu yeməsəm günə başlayamayacağam. Ürəyim ilan supu istəyir. Yeməğimi yedim, Qaqaş gəldi dedi ki, YouTube kanalı denəndən o izləyim. Sadigo. Yes. First one. Huh? Yes. Wow. Okay. I will share you. Okay. Okay. Thank you. Okay, thank you. See you. Have a good day. Have a good day. Bir izləyici də buradan qazandıq. Belə, cəmaət belə izləyici yığır. Bir izləyici də burada qazandıq. Nəysə, yola davam. Nha Trang şəhəri görürsünüz, ətrafı yerlilərdən daha çox rusların olduğu bir şəhər. Nha Trang şəhəri ətrafda yer, göy, hamısı. Ruslar Nha Trang'a gəlir, amma niyə Trang'a gəlir onu bilmirəm. Gedək. Görürsünüz, şeylərin də üstündə yazıblar. Мы говорим по-русски. Bax, Nha Trang belə bir yerdir. Çıxaq dənizin kənarına. Və təbii ki, Nha Trang'ın o məşhur, gözəl çimərliyi. İnsanların da elə Nha Trang'a gəlmə səbəbi məsələ bu çimərlikləridir. Nha Trang'ın mən biraz daha şimal tərəfindəyim. Hal-hazırda buralar biraz daha şimal tərəfidir. Mərkəzinə yavaş-yavaş gedək. Mərkəzini də göstərəcəm Nha Trang'ın sizə. Cənuba doğru getdikcə mənzərə də gözəlləşir. Biraz bildim, görüntüsü biraz Miami'ni xatırladır. Hələ mərkəzində daha çox o şey istəyirsən. Biraz Miami'ni xatırladır, biraz Phuket'i xatırladır. Yəni belə ortası qarışıq bir yerdir. Amma nə o deyil, nə də o deyil, yəni belə. Gənclər. Hər yerdə Rus. Qayıtdım qaldığım yerə, bir dənə köynəyimi dəyişim, sonra davam edər.
yola davam, yola davam, yola davam. Yola davam. Bir motor sifariş verdim. Qrəblə gəlsin. Motor niyə icarə eləmədim? Yox, çünki fikirləşdim ki, yəni ehtiyac deyil. Ehtiyac deyil deyə düşündüm. Budur deyəsən mənim qrəbim. Mənim qrəbim. Budur mu? Sənsən mən. Baxım görüm sənsən, hə, sənsən. Ver, ver. Hə, o. Yes, Sadiq. Yes. Qrəbim, qrəbim. Qrəb. Baxdıqca bu məni nədən qoruyacaq axı? Bu məni, yəni vallahi heç nədən qoruyan deyil də bu məni, amma sürməm oldu. Getdik. Vamos, vamos. Yəni bu ara küçələrində falan, yəni elə bir çox belə görməli bir şey yoxdur. Özəlliklə yəni bizim bu keçmiş videoları falan izləyənlər üçün ümumiyyətlə maraqlı heç nə yoxdur arxa küçələrdə. Yəni adi bir şəhərdir. Naçanqın elə əsas söhbəti məsələ o sahil zolağındadır. Hello. 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 What's your name? My name is Yu. My Yeah. name is Fun. Huh? My name is Fun. Thank you. Allah korusun, Allah korusun. Ay onu atlardı. Yani mümkün değil de yadda saxlayın. Mümkün değil ha. Dedim elə heç nə. Yadda qalan adlar qoymaq lazımdır. Məsələn, Sadiq. Sadiq. Allah, bunun şirinliyinə, bunun şirinliyinə bax, bunun oturacağına bax, bunun oturacağına bax. İştəyəsəm, oturacağına bax, bunun şirinin. Amma nə yerdi bilmirəm. Biraz stadiona oxşuyur. Stadion görüntüsü var. Bu buranın mühafizəsidir. What is this? Stadium? No. Stadium? Ulan yoxu budur deyəsən. Yox. Stadion de bu. Bura prosto mənimcə girim. Stadiondur, 100% stadiondur. Amma bura girəcəm. Bu mühafizəsidir buranın. İcazə vermədi. Dedi. Bu ya yox deməkdir, ya da ki başın xarabdır səndə. İkisindən biridir. Ya bu yox deməkdir. Dur, dur. Bax görsən bunlar canın qədrini bilir. Bunlar quru yerdə yatmır. Atlarına nəsə sərirlər. Braziliyadakılar quru yerdə yatırdılar. Hə, yəni gəlin bura da vağzaldır bu heç. Bura avtobus stansiyasıdır. Belə şey mi olur ha? Bunu bura hardan baxım? Hello. Is this stadium? Stadium. How can I see here? Here. Okay, thank you. Tapdım, girişini tapdım. Tapdım girişini. Tapdım girişini. De buradan da giriş. Tapdım, girişini tapdım. Stadion. Deyirəm bu stadiondur. Mən elə bildim tərk olunmuş stadionda, amma yox, əməli başlı. Geçen bir yeriymiş stadyonu. Ay qadam bunu bu futbolçular bu mağmunlar hardan gəlirlər? Yəqin onların girişi oradandır. Hə, yəqin ki bu şey olanda avtobus gəlib orada sax. Hə, belə bir şeymiş. Belə bir şeymiş. Hə. Burada qalım növbəti oyun nə vaxt başlayırsa o vaxta qədər bu stadionda yatım. Növbəti oyuna baxaram. Bilmirəm, bulan futbol klubları Asiyada nə futbolu? Get saydık, get Asiyada futbol olmaz. Biz də bir Asiya ölkəsi olduğumuza görə. Və burada artıq mərkəzi hissələridir. Nyaçanqın. Bura artıq mərkəz. Bu da mərkəzdəki çimərlikdir. Ya belə sərin havadır. Həqiqətən çox qəşəng sərin havadır. Uşaqdır bu yoxsa? Ay, uşaq. Gedib başını sığalayacaqdım. Elə bildim uşaqdır, gedib başını sığalayacaqdım. Hə. Qəşəng sərin hava var. Belə.
Aha, dayılar Niyəçankda çimərlikdə oturubdular. Nə oynuyorsunuz ay dayı, nə oynuyorsunuz? Ulan nə oynuyor? Ne oynuyorsun? Dayım paprusunu çəkəcək. Ve yığışıblar burada. Yığışıblar burada. Belə deyim, dənizdən həzz alırlar. Yəni bu hissələri mən konkret bu hissələr konkret mənə yəni öyle özellikle səhər tez, mən bura səhər tezdən gedib düşmüşdüm. Və ətrafda yəni görürsünüz idman alətləri falan var. Hamı idman da eləyir burada. Səhər tezdən gələndə ümumiyyətlə burada hamı belə hər kəs qaçışıyor zaten burada. Qaçırlar eləyirlər. Görəndə şey yadıma düşdü, belə duyğulandı. Oturdum ağladım. Miami. Elə bir şey kasıb Miami'sidir də, başa düşsən? Kasıb Miami'si. Ağaçlar Miami'dir, idman alətləri Miami'dir. Həm çimərlik Miami'dir. Amma elə bir qiymət Miami deyildi. Qiymət Miami'də elə bir şey. Nə qədər deyim? 10 dəfə ucuz olar. 10 dəfə ucuz olar həqiqətən. Miami'dən 10 dəfə ucuz olar buradakı qiymətlər. Miami o GTA'da Miami'nin biz küçələrini əzbər bilirik GTA'da. Hello. Amma buranın küçələrini bilmir ya yəni. Miami'nin küçələrini biz əzbər bilirik GTA'da. No. Niyəçankda mən bir şey baxırlar. Baxır mənim özü deyir, bu Rus deyil, bu sarı ola, bu Rus deyil, 100% Rus deyil. Buraların da adamı deyil. Bu kimdir ki bu hardan olar ki, yəni deyirlər ki, hə bala kimgilə gəlmisən? Niyəçankda nə işin var? Yəni o təcrübə şeydir, yəni belə diqqətli baxırlar ki, yəni sən hardansan Mamoğlu, yəni Rus deyilsən. Burada Rusdan başqa demək olar ki, çox burada Ruslardan başqa yəni bir millət demək olar gəlmirsən. Kimsən bala, kimlərdənsən? Kimgilə gəlmisən? Bax, şimaldan cənuba doğru artıq getdikcə, belə deyək də, Naçankın ortalarına doğru getdikcə artıq çimərlikdəki adam sayı da çoxalmağa başlayır və şimalın çimərliyi bir o qədər də şey deyil, yəni biraz da ot-mod çoxdur oralarda, amma burada görürsünüz, tərtəmizdir. Mərkəz hissələr, bura ən mərkəz hissəsi sayılır. Ən mərkəzi yer buradır. Burada da vəziyyət bu cürdür. Bura artıq Niyəçankın ən mərkəzi yeridir. Amma bura Niyəçankın ən mərkəzi yeridir, onu əgər Vietnamda belə maraqlı bir çimərlik istəyirsinizsə, bir sahil zolağı olsun, gedim ucuza orada mən qalım, istirahət eləyim, Miami kimi baha olmasın, nə bilim şey, Niyəçank. Gəlib, rahatlıqla istirahət edə bilərsiniz. Bəli. Oradan gəlirsən, burada. Burada Niyəçankın mərkəzi meydanı. Mərkəz, ən belə mərkəzi buradır. Niyəçankın mərkəzi buradır, amma Niyəçankın mərkəzi buradır və onu bilmirəm. Niyəçankın mərkəzi yer. Bu. Amma yəni bir o qədər dolu bir şəhər deyil. Yəni belə adam əlindən tərpənmək olmur falan, yəni belə bir yer deyil. Yəni Puketdəki kimi deyil, yəni Ruslar hələ gələ bilər. Ruslar hələ gələ bilərsiniz. Yəni yer var. Yerimiz var. Yəni çimərliklər falan da bir o qədər dolu deyil. Qəşəng sərin havası var. Gəlin Ruslar, gəlin. Hələ yerimiz var Ruslar, gəlin. Ay, video çəkirəm, soyma orada. Belə. Ulan hamısı. Ağlayır bu. Ne bilir o bu? Ağlayır da o. O Grab sifariş vermişəm, yolun o tərəfində saxlayıbdı. Grab'la gedək. Grab. Come. You have money? Yes. You have money? Yes. Cash, dollar? Masa. Massage? Masa. Okay. Where are you from? Vietnam. Heç oxşamır ama yani. And you? Azerbaycan. Yes. I don't know. No? Yani heç Vietnamda oxşamır ama neyse. Olsun neyine. Orada sen Vietnam'da gördün. Ne ara Azerbaycan'da danışmaya başladın.
Qardaş Azərbaycanlı çıxdı. Tam təsadüfən qrəb sifariş vermişdim. Azərbaycanlı çıxdı, burada yaşayır elə qrəblə. Azərbaycanlılar basıblar Vyetnamı. Salam əleykum. Polis de papağla. No, şey var idi ha. Adam azdı. Üzr istəyirəm o sözü. Adam azdı nədir? Gör, yəni işdən sonra hamı dənizə gəlir. Üzr istəyirəm o sözə görə çünki yəni adam sayına bax. Bank işçiləri. Yəni işdən sonra hamı konkret tökülüşü. Kostyumdan zaten çıxıb gəlirlər dənizə. Yo, mən buranı videonun indi əvvəlində də mən buranı şeylə müqayisə eləyirdim. Digər belə turistik yerlərlə də. Deyirdim ki, burada konkret adam yoxdur sahillərdə. Amma yəni hamı axşamı gözləyirmiş. Axşam olan kimi Axşamlar bir də 6 bazar var. Buna bax hamı yolu götür, bax ailəsi ilə zaten. Ay, nə qədər adam var ha. Var. Mənzərəyə baxma ayaqda. Deyirlər. Ay, niyə qorxudursan? Varamsı transformer kafelerdi. Geldi, koydu, baktı. Tələbə uyğun. Əslində mən gəlmədim bura. Məni bu Azərbaycanlı qrəb sürücüsü tanış olan Həsəndir. Bu qardaşın adı Həsəndir. Salam. Həsən kimdir? Nə işlə məşğuldur? Həsən Vyetnamda yaşayır. Vyetnamda yaşayan bir kardeşdir. Gedə yavaş-yavaş gəzə elə. Gedək. Vyetnamda yaşayan bir kardeşdir Həsən. Nə edir? Vyetnama məsəl üçün Azərbaycandan, Vyetnamda təkcə deyil də. Mövzu təkcə Vyetnam deyil. Cənub-Şərqi Asiya. Yəni Laos olar, Kamboca olar, musiqiyə getməyə mənə müəllifi qoyurlar. Laos olar, Kamboca olar, nə bilim Tayland olar, İndoneziya olar, Filippin olar, o olar, bu olar. Yəni hara gəlmək istəyirsə Cənub-Şərqi Asiyada nə edirsiniz? Deyirsiniz ki, mən başım ağrımasın da. Mən özümü yormaq istəmirəm. Nə edirsiniz? Bizim başımız ağrıdırsınız. Həsənin başını ağrıda bilərsiniz. Yəni rahatlıqla başını ağrıda bilərsiniz. Bu arada mənə də suallar gəlir ki, bəs mənə bir tur təşkil elə gedim gəzim, mənə şeylə. Qardaş mən özüm gəzirəm. Yəni gəlmək istəyirsə məsələn adam var ki, deyir, mən gedim, tək başına gedərəm orada. Mən qorxaram, mən şey olaram, məni olmam. Onun üçün də konkret bu qardaş. Sırf onun üçündür. Bəli. Yox, burada düzdür, gəlib özünüz gəzə bilərsiniz hər zaman, amma bayaq dediyim kimi, yəni fundamental planlama lazım olur insanlar. Müraciət edirlər, Vyetnamdan başlayan kim, Taylanda gedən kim, belə maraqlı marşrutlar əslində təqdim edə bilirik. Maraqlı marşrutlar var və ümumiyyətlə bölgə olaraq il boyu turistlərə açıqdır, yəni düzdür. Obşim, sənə onda səhifəvi eləyəcəm. Buradan Instagramı yazıram. Girib istəyənən qədər sual verə bilərsiniz. Hər sualı ver. Deyim ki, bəs. Bir dənə o mənə İstənilən zaman, bəli. İstənilən sual verməyin və o qədər şey eləməyin, amma Asiya ilə bağlı sualları verə bilərsiniz. Ruslar ümumiyyətlə Neşankda yəni basıblar da. Yəni burada Rus investisiyaları, Rus kafeleri, Rus restoranları. Rusdur, qardaş. Yəni Rus satır, Rus da alır. Başa düşdün? Bilmirəm, tarixə həvəsim var, yoxdur. Ruslar ömür boyu, tarix boyu müharibə aparıbdılar ki, isti dənizlərə düşsünlər. Ömür boyu müharibələri bunun üstündə olubdu. Yəni həmişə onun üçün Ümumiyyətlə həmişə o şimal bölgələr elə o vikinglərdən zaten tutmuş da. Cənubların heç vaxt şimalla iş olmuyor. Həmişə Rusiyanın əsas məqsədi olubdu ki, isti dənizlərə düşsün. Deyəsən bunu bacarıbdılar. Çünki Phuketdə də ruslardır, Nyaçankda da ruslardır. Amma ruslar Nyaçankdadır, amma Nyaçankdadır və onu bilmirəm. Bu da belə bir mizah olsun. Heç nə. Burada belə bir yer. Bayaq videonun əvvəlində demişdim, saat şeydə onun adı nədir, burada adam yoxdur falan. O sözə görə dəfələrlə üzr istəyirəm. Hamısı altını gözləyirmiş. Altı olan kimi dağıtdı. Altı oldu. Adam əlindən tərpənmək olmadı. Həm də hava gözəldir. İndi Nyaçank ümumiyyətlə cənub bölgəsi üçün çox da əlverişlidir. Çox havası çox qəşəngdir oranın. Yəni adam sayı, yəni hələ bura elə-belə yerdir də, yəni adi bir yerdir. Biraz mərkəzdən uzaqdır. Mərkəzdən konkret uzaqdır. Yəni bayaq dedim, Nyaçankda yer var, gəlin. Gəlməyin. Qutarıbdır Nyaçankda yer. Amma havası həqiqətən də. Yəni Cənub-Şərqi Asiya ölkələri içərisində, şəhərləri içərisində
deyim belə deyim, ən belə qəşəng havası Bura olan. gəlirlər kurort üçün, misal üçün pasiv istirahət üçün. Kanka Buradan pasiv istirahət edirsən. bir günlük gedib, 2 günlük gedib Dananga gedib qayıtmaq olar. Bura SNG-dən Qazaxıstan, Özbəkistan üzəri çoxlu reyslər var. Bir neçə şəhərlərdən həftənin neçə günləri uçuşlar olur. Yəni ona görə bura insanlar bir növ kurort resort üçün Vyetnamın sırf Nyeçang bölgəsini seçə bilirlər. Burada cəmaət evlilik təklif eləyir. Gəlib evlilik təklif eləyə bilərsiniz bir-birinizə. Bir-birinizə deyəndə, yəni oğlan qıza, qız oğlana da, yəni bir-birinizə şey eləməyin də belə. İşləşməyin o qədər. Elə. Gözlə bunları video alım, bir xatirə qalsın. Amma çox şey deyil, yəni çox bildirir ki, yəni mən evlilik təklif eləyəcəm də, yəni çox bildirir də. Yəni çox bildirir ki, mən bu gün sənə evlilik təklif eləyəcəm, amma bir sürpriz elə də. Və qız da çox bildirir ki, mən də sənə hə deyəcəm. Nə? Qız da fərqli üçün yox deyir. Qız da fərqli üçün Sırf yoxdur. fərqli üçün ha. Sırf fərqli, o boyda xərc şey o boyda xərc şey olur da. Bura girmək olur. Vallahi bilmirəm ki. Yazıb burada. Do not enter this area. Amma burada qəşəng bir məncə gün doğumu burada qəşəng olur, gün batımı. Gün batımı. Bu Gün doğumu o tərəfdə olur. Gün batımı hara düşür? Gün batımı dağların arxasına düşür. Batdı axı ki. Sənin üçün batıb o deyir, bizim üçün batıb. Həsən də mənim kimi Hind mətbəxi sevəndir. Gedib orada Hind mətbəxi yeyərik. Bu arada Həsənlə necə görüşümüz necə oldu, onu deyim. Bu arada bayaq dedim axı, bu Həsənlə bağlı dediklərimin heç birisi reklam xarakterli deyil. Tamamilə tövsiyə xarakterlidir. Həsəni mən ümumiyyətlə çoxdan da bilirdim. Amma şeyə çıxanda nədir onun adı? Mən Təxminən mətbəx axtarıram, sən daha. sən axtar. Təxminən İndoneziya falan tərəflərdə olardım. Həsənlə bir əlaqəyə keçdik ki, gələrsən görüşərik, söhbət eləyərik. Yəni bu iş nəzarətlə əlaqəsi yoxdur. Sırf yəni belə Asiyada olan insana bir-birini çəkir axı. Hə. Elə oldu ki, Vyetnama artıq gələndə dedim Həsənlə də bir görüşüm və yolumuz elə oldu ki, Nyeçangda kəsişdi və bir görüşdük. Belə. Baxdım bir dənə Hindistan restoranı. Sizin sorğunuza əsasən Vyetnamın Nyeçang şəhərində Hindistan mətbəxi. Burada Rus mətbəxi çoxdur, amma Hindistan mətbəxi bir Azərbaycanı da yəni konkret Nyeçangda Azərbaycanlını çəkir. Yol getdikcə, səhər dediyim. Bəli, ay sağ ol. Şad oldum. Mən də şad oldum. Nə var, nə yox. Necə gedirsən? Bu arada qardaşım videonu çox çəkmədim. Başımız qarşı söhbəti. Orxan idi qardaşın adı. Orxan idi, hə. Orxandır qardaşın adı. O da Vyetnamda yaşayır. Doldurmuşsa Vyetnamı, bütün hamımız Vyetnam. O da Vyetnamda yaşayır. Burada Nyeçang şəhərində yaşayır. Amma Nyeçang şəhərində yaşayır. Bu neçənci oldu? 12 oldu, 13 oldu. Hələ onun çox Sən zarafatı. yemək yeməzsən. Amma bu çox qəşəng zarafat deyil. Nyeçang şəhərində yaşayır, amma Nyeçang şəhərində yaşayır. Nyeçang şəhərində. Şəhərində. Belə. Yeni şəhərdə, yeni ölkələrdə, yeni videoda görüşmək ümidiylə. Sağ olun. Hello. 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 Best service. Thank you. Bye bye. Videomu bağlamışdım, sonra dedi ki, mənə olay video çəkin. Mən də qıra bilmədim gəlməyi. Fly and surprise. Thank you. Heç nə video yekunlaşdıq. Yeni şəhərdə, yeni ölkələrdə, yeni videolar görüşmək ümidiylə. Sağ olun.